Kürdəmir rayonunda əhalinin fasiləsiz, keyfiyyətli və dayanıqlı içməli su ilə təminatı üçün magistral xətlərdə təmir bərpa işləri mütəmadi olaraq aparılır. Həmçinin yeni obyektlər su və kanalizasiya xətlərinə qoşulub. Qeyd edilən tədbirləri həyata keçirən Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən Sığırlı, Kərrar kəndləri və Kərrar qəsəbəsində su təchizatı ilə əlaqədar su anbarının tikintisi üçün 1 hektar torpaq sahəsi ayrılıb. Eyni zamanda abonentlərin fasiləsiz içməli su ilə təminatını həyata keçirmək üçün rayon ərazisində baş verən qəzalar dərhal qəza bərpa xidməti tərəfindən aradan qaldırılır. Rayonun Qırğız kəndindən Moldur qurğusu fəaliyyət göstərir və qurğulanan layihə əsasında 629 ədəd bulaq inşa edilmişdi. Əlavə olaraq 17 bulaq şəhid adını əbədləşdirmək üçün inşa edilmiş və su ilə təmin edilmişdi. Ümumilikdə rayon üzrə 646 ədəd bulaq istismar edilir. Hal-hazırda dayandığımız qurğu Qocalı kəndinin su təminatını həyata keçirilir. 2014-cü ildə inşa olunmaqla sutqa ərzində 36 kub saniyə 36 kub su istehsal etməklə 15 bulaq vasitəsilə əhalinin su təminatını həyata keçirilir. İdarə üzrə cari, əsaslı təmir və lildən təmizləmə işlərini daha da səmərəli aparmaq məqsədi ilə 91 ədəd maşın mexanizm və nəqliyyat vasitəsi istismar olunub. Hazırda su itkisinin qarşısının alınması və suyun maneəsiz axınını təmin etmək üçün suvarma kanalları lildən təmizlənir. İdarənin balansından 1297,4 km suvarma şəbəkəsi olmaqla rayon 58 və kənd və 3 qəsəbəsinə xidmət göstərir. İdarənin xidməti ərazisi 69.504 hektardır. Hal-hazırda üzərində durduğumuz kanal Kürdəmir qolbu torpaq kanalıdır və uzunluğu 33,8 km-dir. Rayonun 6 kəndinə Xırdapay, Atakili, Mürtili, Dəyirmanlı, Yenikət və Qaraquzal kəndlərinin 2597 hektar əkin və həyətyan sahələrinə xidmət göstərir. Kanalın üzərində Bermasın yaymaq üçün 1 ədəd yayıcı texnika Bermasın yaymış, 2 ədəd qazlı texnika hal-hazırda ildən təmizləmə işləri aparılır. Kürdəmir rayonunda suvarma mövsümü uğurla davam edir. Əkilən bütün növ kənd təsərrüfatı bitkiləri normalara uyğun olaraq suvarılır ki, bu da biçin zamanı məhsuldarlığı artırmış olur. Deyim ki, mən göz maşınla ilə təsərrüfatla məşğulam. Yəni ailəm, kəndimiz, cəmaatımız hamısı təsərrüfatla məşğul olub. Və özüm də o sahədə, o təsərrüfatın içində böyümüşəm. İşim gücüm elə baxmayaraq ki, özüm müəllim işləmişəm uzun müddət, ancaq təsərrüfatdan ayrı düşməmişəm. Və bu təsərrüfatın da formalaşmasında, inkişafında suyun bizə əhəmiyyəti yəni onsuz da əvəzsizdir. Baxmayaraq ki, Allah bizi bu Kürün sahilində yerləşməyə imkan verib, suyumuz boldur Allah'a şükür. Suyumuz bol olduğu kimi ancaq biz onun nasos stansiyaları olmasa biz ondan istifadə edə bilmərik. Məsələn, bu nasos stansiyalarının faydası ilə, köməyi ilə bizim suvarma işimiz vaxtında gedir. Qeyd edək ki, 2024-cü ildən bu günə qədər Kürdəmir su meliorasiya sistemlərinin istismar idarəsi üzrə idarəyə məxsus mexanizmlərlə 578 kilometr suvarma şəbəkələrində hamarlama və lildən təmizləmə işləri həyata keçirilib. İdarənin öz gücü ilə Asmanov kanallarda əl ilə lildən təmizləmə işləri 38,5 kilometr, nasos stansiyalarda və hidrotexniki qurğularda isə cari təmir işləri plan qrafikə uyğun aparılıb.